İslam ümmətinə imam lazımdırmı? Peyğəmbərdən sonra imamət, rəhbərlik lazımdır, yoxsa yox? Demək olar ki, bütün məzhəblərin ittifaq və həmfikir olduğu məsələlərdən biri budur ki, bəli, Peyğəmbərdən sonra bu ümmətə imam lazımdır. Bu məsələni nəzəri olaraq inkar edib, əməli olaraq qəbul edən demək olar ki, xəvaricdir. Yəni, xəvaric məzhəbi deyir ki, nəzəri olaraq imam lazım deyil, amma əməli olaraq görür ki, onların da imamı vardır. Hər bir halda imamın vacibliyi barəsində həm əhlüsünnə və həm də şiyə bir çox məsələləri qəbul etmiş və müzakirə etmişdilər. Onlardan biri budur ki, biz əqli dəlillər əsasında görürük ki, imam vacibdir. Yəni, imamın olmağı, imamətin olmağı vacibdir. Yəni, Peyğəmbərdən sonra bu ümmətin rəhbərə ehtiyacı var. Yəni, ağıl bunu dəstəkləyir. Burada bir sıra dəlillər, argumentlər, İslam ilahiyyatçıları müzakirə etmişlər. Onlardan ən məşhuru ki, demək olar şiyyələr tərəfindən təqdim olunmuşdur, lütf argumentidir. Lütf argumentinin qısa olaraq xülasəsi bundan ibarətdir ki, Allah Teala'ya mükəlləflər, biz insanlar ibadət etmək, itaət etmək üçün yaradılmışıq. Yəni, insanların varlığının fəlsəfəsi Allaha ibadət və itaətdir. Allah belə bir vacibi biz insanların boynuna qoyub. İndi Allah bu vacibə yaxınlaşdırmaq üçün Peyğəmbərlər də göndərib. Peyğəmbərlər biz insanlara boynumuzda olan vacibi icra etmək üçün ilahi bir lütfdür. İlahi bir lütf nədir? Yəni, bizim boynumuzda olan o vacibə bizi yaxınlaşdırır. Bizə təqdim edir ki, Allaha bu formada ibadət etmək lazımdır. Belə itaət etmək lazımdır. İndi bu Peyğəmbər ki, xətm olur, bu məsələ, yəni bu ehtiyac yenə insanların boynunda qalır, yoxsa yox? Biz görürük ki, bəli, yenə insan Allaha itaət və ibadət etməlidir. Demək, yenə də imam olmalıdır, yəni bir şəxs olmalıdır ki, Allahın bu vacibi yerinə yetirilsin. Allahın imam təyin etməsi belə bir lütfdür və Allah Teala da həmişə bəndələrinə qarşı bu lütfü icra edir, yəni hər zaman imam təyin edir. Demək, imamın təyin olunması əqli cəhətdən Allaha da vacibdir. Yəni, Allah gərəkdir ki, imam təyin edə. Allah gərəkdir imam təyin edəndə bu ağlın Allah üzərində təyin etdiyi təklif deyil. Yəni, belə deyil ki, ağıl belə bir təklifi